İyunun 20-sində Ağcabədi Olimpiya İdman Kompleksində Qarabağ Futbol Akademiyasının təşkil etdiyi futbolçu seçimləri keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rüfət Quliyev, kompleksin rəhbərliyi, akademiyanın əməkdaşları və gənc futbolçular iştirak ediblər. Seçimlərdə Ağcabədi rayonu ilə yanaşı Bərdə, Beyləqan, Mingəçevir, Zərdab və Ağdam rayonlarından ümumilikdə 200-ə yaxın uşaq iştirak edib. İstedadlı gənc futbolçuların müəyyənləşdirilməsi və üzə çıxarılması məqsədi ilə təşkil olunan seçim mərhələsinin yekununda 13 nəfər iştirakçı uğurlu nəticə göstərərək növbəti mərhələyə vəsiqə qazanıb. Qarabağ Futbol Akademiyası regionlarda keçirilən bu cür seçimlər vasitəsilə gələcəyin istedadlı futbolçularını aşkar etməyi və onların peşəkar inkişafına dəstək verməyi hədəfləyir. Ağcabədi seçimlərini keçirdik bu günləri. Demək olar ki, 13-cü, 2013, 2014, 2015, 2016-cı il təvəllüdlü uşaqların seçimlərini keçirdik. Yəni normal bir şəraitdə keçdi seçimlərimiz. Yəni bir neçə uşaqlar seçə bildik. Demək olar ki, 13-cü illərdən bir 4 nəfər, 15-ci illərdən və 14-cü illərdən uşaqlar seçdik və təkrar Bakıya akademiyamızın ana qrupları ilə çalışmağa çağıracağıq onları. İnşallah biz o uşaqların əlaqə telefonlarını götürdük və biz onlarla əlaqə saxlayıb onları dəvət edəcəyik akademiyamızda ana qruplara baxmağa. Və belə seçimlərimiz bizim davamlı davam edir. Bundan öncə də Bakıda Tofiq Bəhrəmov stadionunda Sərhədçi İdman Kompleksində biz bu seçimləri keçirmişdik. Yəni seçimlərimizi davamlı olaraq nəzərdə saxlayırıq və biz çalışırıq ki, bundan sonra da rayonlarda seçimlərimizi davam etdirək. Ağcabədidə keçirilən seçim mərhələsi də gənc futbolçuların öz bacarıqlarını nümayiş etdirməsi və peşəkar futbol mühitinə inteqrasiya olunması baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, Qarabağ Futbol Akademiyasının Ağcabədidə keçirdiyi seçmələr uğurla başa çatıb. Seçimlərdə iştirak edən bütün uşaqlara uğurlar arzulayır. Növbəti mərhələyə vəsiqə qazanan futbolçuları təbrik edirik. Gündüz Sevindik Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.